Salam dostlar, STEM vaxtı verilişinin növbəti buraxılışındayıq. Hal-hazırda STEM İnnovasiya Mərkəzində Fast and Furious Respublika turnirini həyata keçirdik. Gördüyünüz kimi komandalar yarış mərhələsinə hazırlaşırlar, test mərhələsindədirlər. Biz Pedaqoji Universitetinin təmsilçisi olaraq Fast and Furious yarışının iştirakçılarıyıq. Bizim bu yarışdan gözləntilərimiz çox müsbətdir. Əslində bu yarışdan öncə STEM mərkəzinin hazırladığı yarışlarda biz iştirak etmişik və yüksək nəticələrə layiq görülmüşük. Bu mənim ilk dəfədir gəlirəm hər hansı bir yarışmaya. Emirkan, senin için neçəncidir? Arkadaşım dediği gibi biz burada STEM yarışmasına katılmak için geldik ve şu anda 3. turda yarışacağız. Biz bu günlərim xətt izləmə robotu düzəltmişik və bu xətt izləmə robotu xətti izləyərək döngələrdən və manevrlərdən keçir. Biz bu gün buraya qalib olmaq üçün gəlmişik. Turnir 12-18 yaşlı məktəblilərin iştirakı ilə həyata keçirilir. Turnirdə regionun bütün bölgələrindən 30-dan çox komanda iştirak edir.